Salam əziz abituriyentlər. 30 noyabr 2025-ci tarixində 11-ci sinif 2-ci və 3-cü qruplar üçün keçirilmiş hədəf sınağının tarix sualları ilə tanış olaq. 31-ci sual Malazgirt döyüşünün Yedqor döyüşündən fərqli Dəndənəkən döyüşlə oxşar cəhətini müəyyən edin. Bildiyimiz kimi Malazgirt döyüşü 1071-ci ildə baş vermişdir. Yedqor isə 1121-ci ildə. Dəndənəkən isə 1040-cı ildə baş vermişdir. Səlcuqların qalib gəlməsi. Bəli, Malazgirddə Səlcuqlar qalib gəlib, Yedqorda məğlub olub, Dəndənəkəndara qalib gəlib. Doğru cavabdır. Gürcü və müttəfiqlərin məğlub olması. Malazgirt döyüşündə Gürcülər yox idi. Bunu çıxırıq. Bizansın qalib gəlməsi. Malazgirt döyüşündə Bizans deyil, Səlcuqlar qalib gəlmişdi. Eyni əsrdə baş verməsi. Bəli, Malazgirt döyüşü və Dəndənəkən döyüşünün oxşarlığıdır bu. Hər ikisi 11-ci əsrdə baş vermişdir. Yedqor döyüşündən fərqli xüsusiyyətidir. Doğru cavabımız 1 və 4. 5-ci variantda isə türklərin xristianlar tərəfindən məğlub edilməsi. Malazgirt döyüşündə türklər qalib gəlmişdi. 32-ci suala baxaq. 14-cü əsr Dehli və Qızıl Ordu dövlətinə aid xüsusiyyətlər. Əmir Teymurun yürüşünə məruz qalması 1398, bu 14-cü əsrdir, Dehli sultanlığına aiddir. Əfqan mənşəli Soğan hakimiyyətə gəlməsi bu 15-ci əsrin ortalarıdır. Bu variant çıxaq. Uzun sürən Tənəzzül dövrünün başlaması, bəli. Artıq 14-cü əsr 80-ci illərində bu mübarizə başlamışdı. Tez-tez qiyamlar baş verirdi. Qızıl Ordu dövləti türkləşmə prosesinin başa çatması, bəli. Bildiyimiz kimi 14-cü əsr əvvəllərində Özbək xanın dövründə türkləşmə prosesi başa çatmış, İslam dini qəbul olunmuşdu. Bu doğru cavabdır. Ərazisində müstəqil dövlətlərin yaranması bu 15-ci əsrə aiddir. Qazan, Həştərxan, Krım, Noqay ordasına söhbət gedir. Hərbi məsələlərə Bəylərbəyin rəhbərlik etməsi, bəli. Mülki məsələlərə vəzir, hərbi məsələlərə isə Bəylərbəy baxırdı. Doğru cavab 1 və 2 A, C. B variantı. 1980-ci illərin birinci yarısı üçün səciyyəvidir. Cənubi Azərbaycan xarici torpaqların satışa çıxarılması 1886. Bu ikinci yarısıdır. Bakı-Tiflis dəmir yolunun işə salınması 1883. Elə doğru cavabımız budur. Digər variantlara da baxaq. Dünyada ilk dəfə tanker tipli gəmilərin istifadə olunması 1878. Nobel qaraşlarının tanker gəmisi. Bu 70-ci illərdir. Dövlət kəndlərin köçmə hüququnun ləğvi 1853. Bu 50-ci illərdir. Hərbi vergi mükəlləfiyyətin tətbiq edilməsi 1887. Bu isə 80-ci illərin ikinci yarısıdır. 10-cu 11-ci əsrlərə aiddir. Slavenlərin hücumunun başlanması. Başlanması 9-cu əsr sonudur. Bu variantı çıxaq. Xürrəmlər hərəkatının məğlub olması 837 Bəzz döyüşü. Bu 9-cu əsrə aiddir. Rəvvadilərin mövcud olması 981 1065. Həm 10, həm 11-ci əsri görür. Dini torpaqların vəqfəlanması da bəli, bu dövrdə vəqf torpaqları qalmaqdaydı. Doğru cavabımız A variantı. 31-ci suala baxaq. Xırnıcı arıcılığını müəyyən edin. Alaşkert döyüşü 1421. Monqolların Dərbəndi tutması 1239. Əbhər müqaviləsi 1500. Cəlalilərin yaranması 1340. Doğru cavab demək 2, 4, 1 və 3. E variantı. Qazan xan Saatlar Xalqlar dövlətində kəndlərin bir yerin başqa köçmə hüququnun qadağan edilməsi, bəli, 1303 fərmanı ilə doğru cavabdır. İstifadəsi qalan torpaqların bayraq alma başlanması. Başlanmaq 1258-dən, yəni Hülakilər dövlətinin yaranmasından götürərik. Rabitə tanınacaqları yanma yaradılması, bəli, bu da rabitə islahatında öz əksini tapmışdır. Doğru cavabımız 1 və 3. Oturaq əhalinin ödədiyi can vergisi, qopçunun alma başlanması bu yenə 1258-dir. Əksinə, can vergisi Qazan islahatından ləğv olunmuşdur. Qaraqoyun dövlətində 15-ci əsr 1-ci rübinə aiddir. Yəni söhbət 1401-1425-ci illərinə gedir. Bu aralığa baxaq. Teymurlərin dövlətinin asılılığa salması bu 1458-59-cu illər Cahanşahın Herata müqavilə hücumundan söhbət gedir. Bu əsr ümumiyyətlə ikinci yarısıdır, üçüncü rübüdür. Dərbəndər sülasinin asılığa salınması 1412 Kürçay sahilində döyüşdən söhbət gedir. Bəli, bu doğru cavabımızdır. Digər variantlara baxaq. Muş döyüşü 1467, bu əsrin ikinci yarısıdır, üçüncü rübə düşür. Teymurlərin paytaxtının ələ keçirilməsi yenə 1458-dən söhbət gedir. Bu da 3-cü rübdür. Osmanlı Sultanı 2-ci Mehmet diplomat əlaqənin qurulması bu Cahanşahın dövrüdür. Cahanşah da bildiyimiz kimi 1436-1467-ci illərdə hakimiyyətdə olub. Mehmet isə 1451-dən hakimiyyətə gəlib. Yəni bu 1451 1481 2-ci Mehmetin hakimiyyətləri əsrin yenə ikinci yarısıdır. Xəritədə rəqəmlər verilmiş dövlətlərə aid hadisələri müəyyən edin. Demək, burada 1 kimi göstərilən ərazi Osmanlıdır, 2 kimi göstərilən ərazi Rusiyadır, 3 isə Fransa ərazisidir. Verdə müqaviləsi yaranan krallıqların biridir. Bildiyimiz kimi 843-cü ildə imzalanan müqavilə ilə yaranan krallıqların biri də Fransadır. 3A
rəngi dəyişək. Diqqətimiz yayılmasın. 3A. Üçüncü xaçı yürüşünün iştirakçısı olmuşdu. Bildiyimiz kimi üçüncü xaçı yürüşü 1189-1192-ci illərdə baş vermişdi və burada İngiltərə, Fransa kralları da iştirak etmişdir. Bu da Fransaya aiddir. Ankara döyüşündə məğlub olmuş 1402 Osmanlıya aiddir. 1C. Bir müddət Qızıl Ordunun vasasında olmuşdur. Rusiyadan söhbət gedir. Rusiya ilə Qızıl Ordu dövlətinin yaranması ilə asılığa düşmüş. Uqra görüşündə də asılıqdan çıxmışdır. 2D. Şərqi Roma İmperiyasına son qoymuşdur. 1453-cü ildə yenə də Osmanlıya aid xüsusiyyətdir. 1C. 2D. 3 isə A, B variantı, E variantıdır. Doğru cavabımız. 39-cu sualına tanış olaq. Daha sonra baş vermişdir. Teymurlərin süqutu 1507. Xristian kilsənin parçalanması 1054. Xəlləzərin hakimiyyətə gəlməsi 1290. Terek döyüşü 1395. Moğol İmperiyasının yaranması 1526 Panipat döyüşü ilə. Daha sonra dediyi üçün doğru cavabımız E variantıdır. Səlcuqların Konstantinopol tutduğu əsrə uyğun gəlir. Bildiyimiz kimi 4-cü xaç yürüşündə 1202-1204-cü illərdə baş vermiş xaç yürüşü zamanı Konstantinopol tutan xristianlar burada Latin İmperiyasını yaratmışdı. Bu da 13-cü əsrdir. Biz 13-cü əsrə aid bir xüsusiyyət tapmalıyıq. Paytaxtda maraq olan dövlətin, yeni dövlətin yaranması söhbət Hülakilərdən gedir. Hülakilər dövləti 1258-də yaranıb. 13-cü əsrdə götürürük. Böyük Səlcuq dövlətinin süqutu 1157, bu 12-ci əsrdir, doğru deyil. Gəncədə Bəndərin başçılığı üsyan 1231 Cəlaləddinə qarşı, bu da 13-cü əsrdə doğru cavabdır. Eldənizlərin süqutu isə 1225-ci il Xaricə Cəlaləd tərəfindən, bu da 13-cü əsrdə. Doğru cavabımız 1, 3, 4 A variantı. Gürcü hökmdarı 4-cü Davirin qəbilənin ələ keçə qarət etməsi demək, birinci yürüşünə aiddir. 1120-ci ilə 12-ci əsrə aid edir. Tarix proseslərinin məntiq azını tamamlayın. Trabzon İmperiyasının süqutu 1461, Beyşəhər döyüşü 1472. Biz bu hadisələr aralığında məntiq aracılıqla yazsaq, Trabzon süqutundan sonra biz bilirik ki, demək, Ağqoyunlu tacirlərinin Qardancə çıxışı itirilib, yəni bura B variantı gedər. Beyşəhər döyüşü ilə də Ağqoyunlu Osmanlı müharibələrinin mərhələsi başlayıb, yeni mərhələsi başlayıb, sülh pozulub. B və D variantları. E ümumiyyətlə heç birinə aid olmaz. Sara Xatunun keçməyə danışıqları isə Trabzon İmperiyasının süqutundan öncəyə aiddir. Bunu götürə bilmərik. Ağqoyunlu Venesiya müqaviləsinin imzalanması Beyşəhər döyüşündən öncəyə aiddir. Demək, 1B, 2D, daha doğrusu 2B, 4D, B variantında göstərilib. Dərbənd əmirliyi ilə Salarların oxşar cəhətləri. Xilafətin zəifləmə nəticəsində yaranmışdı. Bəli, Dərbənd əmirliyi 869-cu ildə, Salarilər isə 941-ci ildə. Şirvanşahlar sağ salmışdılar. Salarilər bəli, amma Dərbənd əmirliyi xeyr. Slavenlarla mübarizə aparmaları bəli, hər ikisinə aiddir. Demək, 944 Bərdə faciəsi Salarilər dövrünə aiddir. Dərbənd əmirliyi də elə məsələn 1032 yürüşünü nümunə götürə bilərik. 1-3 C variantı. 4 Şirvanşahlardan asılı vəziyyətə düşmələri bu yalnız Dərbənd əmirliyinə aiddir. Osmanlı idarə sisteminə aid deyil. Maliyyə işlərinə dəftərdar baxırdı. İdarədən onlar ünvanlara rəiyyət alınar, doğrudur. Vergilər baş vəzir nəzarət edib toplanmasına, doğrudur. Bütün hakimiyyət sultana məxsusdur. Sultanın möhrünü saxlayan baş vəzir ali divan tərəfindən xeyr. Baş vəzir ali divan tərəfindən deyil, sultan tərəfindən seçilirdi. Və çox vaxt sultanın övladlarından təyin olunurdu. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Pəhləvan daxil sədənin aydınlığı müəyyən edin. Məhəmməd Cahan Pəhləvan 1175-1180-cı illərdə hakimiyyətdə olub. Onun daxili siyasətində biz aid xüsusiyyətlər seçməliyik. Paytaxtın Naxçıvan Həmədan köçürüb Bəli ilə hakimiyyətə gəldiyi 1175 bu doğru cavabdır. Gürcülərin hücumlarına qarşı mübarizə aparıb, amma bu xarici siyasətdir. Təbriz Ağsunqulların əlindən alıb, bu da xarici siyasətə aiddir. Sənətkarlıq, elm və mədəniyyət inkişafı, bəli, bu da Məhəmməd Cahan Pəhləvan daxili siyasətdir. Məsələn, elə Məmnə xatun türbəsinin tikilməsi buna nümunə ola bilər. Verilən şəhərlərə uyğun olan əlamətləri müəyyən edin. 1 kimi göstərilən yer Təbrizdir. Demək, 2 Bərdədir. Bərdə yox, deyərdim ki, Gəncə. Çünki biraz Göyçə gölündən yuxarıda şimal ərazidir. Ona görə Gəncədir bu 2. 3 isə Marağa şəhəridir. İndi variantlarla tanış olaq. İlk dəfə əvvəldən paytaxt olub, təbii ki, Təbrizdir. 1 A olar.
Monqol işğalı nəticəsində yeni dövlət yaranmışdır. Monqolun paytaxtı ilə Marağa olub. Monqol Hülakilərin yəni ilk paytaxtı. Bu üçə aid olar. Məziyyətlərin iqamətgahından biri olmuşdur. Məziyyətlərin iqamətgahı Bərdə, sonra isə Gəncə olub. 859-cu ildə Məhəmməd ibn Yezid köçürüb. Gəncə isə 2 kimi göstərilib. 2C. Xarəmşah Cəhadın bu şəhəri tutmaqla Axsunqlar son qoymuşdur. Axsunqların mərkəzi Marağa idi. Marağadan söhbət gedir. Demək, Marağa da 3 kimi göstərilib. 3D. Dərbənddən sonra 2-ci liman şəhəri idi. Bu heç birinə aid deyil. Çünki liman şəhəri, 2-ci liman şəhəri Bakı idi. 9-11-ci əsrlərdə. 1A, 2C, 3B, Y variantı. Aşağıdakı cədvəl hadisələrdən hansılarını yeni dərsək mücazat düzgün olar. Məşrutə erkən başlaması 1905-ci ilin dekabrı, 12-si Mazda Konstitusiyası 1904, Difay Partiyası 1906, Dözülmaya seçkiləri 1912, Qafqaz Sürvar Diviziyası 1914. Mücazata baxsaq, demək burada 1 və 2-nin yerini dəyişməyə ehtiyac yaranır ki, aracılıq düzgün olsun. Doğru cavabımız B variantı. 47-ci sual. Müsafir üsyanına fərqli olaraq Xürrəmlər hərəkatına aiddir. Müsafir üsyanı bildiyimiz kimi Beyləqanda baş vermişdi. 748-də başlayıb 52-də başa çatıb. Xürrəmlər isə 778-də başlamışdı, 837-də başa çatmışdı. Azərbaycanda baş verib hər ikisi. Bir avtomatik çıxırıq. Abbasilərin zülmünə qarşı başlamışdı. Abbasilər 750-dən hakimiyyətə gəlib. Müsafir üsyanı isə Əməvilərə qarşı başlamışdı. Bu Xürrəmlər hərəkatına aiddir. Müsafirə aid deyil. 9-cu əsrdə yatırılması heç birinə aid deyil. Məğlub olması hər ikisinə aiddir. Yox, üzr istəyirəm. 9-cu əsrdə yatırılması deyir. Bildiyimiz kimi müsafir 752-də yatırılıb 8-də. Xürrəmlər isə 837-də, elə 9-cu əsrdə yatırılıb. Elə doğru cavabımız bu olar. 2-3. Fərqli xüsusiyyət. Məğlub olması hər ikisinə aiddir. Hadisənin cavab nəticələ qalan uyğunluğu müəyyən edin. Paytaxtın Pekinə köçürülməsi 1271 Yuan sülaləsinin Kublai xan hakimiyyətə gətirib və paytaxtı Pekinə köçürüb. Böyük xan ilə əlaqədən zəifləmə. Bəli, bu Qızıl Ordu dövləti mövzusunun içində verilib ki, paytaxtın Pekinə köçürülməsi Monqollarda mərkəzi hakimiyyətlə əlaqələr zəiflətdi. Teymurilərin fəthədə İpək yolunun zəifləməsi xeyr. Güclənməsi olar təbii ki, demək, İpək yolunun zəifləməsi coğrafi kəşflərin nəticəsidir. İkinci Səlib yürüşünün baş verməsi, Konyanın dağıdılması xeyr. İkinci Səlib yürüşü uğursuz olub. 1147-1149-cu illərdə. Qoruxan Qazinin işğalları Osmanlı ərazisində Ege'dən Konstantinopol genişləməsi, bəli, bu doğru cavabdır. Dənnərkən döyüşü 1040-cı ildə baş verib. Şərqi Anadolu Osmanlı ələ keçməsi isə demək, bu 1453-də Konstantinopol fəthidir. Burada Osmanlı yazılıb özü də. Bu da doğru cavab deyil. 1-4. D variantı. Şimali Azərbaycanda daha əvvəl baş vermişdir. İcma torpaqlarının nəsil istifadə hüququnun verilməsi. Bu 1912-ci sahibkar kəndlərə verilmiş əsasnamədir. Bakı Fəhlə Deputatlar Sovetinin təşkili 1905-ci noyabrı. Burja inqilabının gedişində, 1-ci Rusiya inqilabının. Bakıda ilk mütəşəkkil tətil 1895-də tütün fabrikinin fəhlələri eləmişdi. Qeyrət Partiyası 1905-də yaranıb. İkinci Rusiya Müsəlmanlar Qurultayı isə 1906-nın yanvarı idi. Sankt-Peterburqda. Daha əvvəl dediyi üçün biz burada C variantını götürürük. Demək, Sasanlar birlikdə Axund dövlətinə son qoyulduqdan sonra müttəfiqlər arasında narazılıq yarandı. İstəmi xan Sasanların Axundlara ödədikləri vergini indi göytüklərə verilməsi tələb etdi. Bu tələb olunmasının müharibə səbəbi oldu. Mətndə haqqında bəhs olan müharibənin nəticəsi. Bu da bir cümlə sualıdır. Bildiyimiz kimi bu mübarizədə demək, Göytüklər Sasanlar üzərinə hücum edib, onu Soqdiyan əvladını ələ keçirib. Bu da E variantında göstərilib. Verilən əlamətdən aldığı ulu dövlət. Slavenlər arasında məskunlaşmasıyla quldarlıq qadının federasiyonun əvvəl olması sürətlənib. Bu 6-cı əsrə aiddir. Bizansdan söhbət gedir. Abbasi xilafətinin dağılması və Bulqar dövlətinin zəifləməsində yenidən imperiya bir qədər yaxşılaşdı vəziyyəti. Yuxarı Mesopotamiya ilə Kipr arasında biraz işğallar yenidən həyata keçirilmiş oldu 10-cu əsrdə. Bu da elə demək, Bizansa aid xüsusiyyətdir. Doğru cavabımız C. 52-ci suala baxaq. Eyler-Venn diaqramı Məlikşah, Kublai xan və Şahrux. Qızıl Ordu ilə münasibətlərin qurulması təbii ki, bu Şahrux aid xüsusiyyətdir. Onun atası Teymur Qızıl Ordu ilə Terek döyüşü baş verilsə də, müharibə aparsa da, Şahruxun dövründə münasibətlər yenə qaydaya salındı. Bəzi bölgələrin, tacirlərin rüsumlarına azad edilməsi bu Məlikşahın islahatı əsasında olmuşdu. Tacirlər rüsumlardan vergilərini azad eləmişdi. Çində yeni sualda biraz əvvəl dediyimiz kimi Kublai xan dövründə Yuan sülaləsinin söhbət gedir. 2C. İşğalçı siyasətin aparılması hər üçünə aid xüsusiyyətdir. Paytaxtın dəyişilməsi isə
hər üçünə aiddir. Belə ki, Məlikşahın dövründə paytaxt İsfahana, Xudayar xanın dövründə paytaxt Qaraqorumdan Pekinə, Şahrux dövründə isə Samərqənddən Herata köçürülüb. 1B, 2C, 3A, E variantı. Xarici ardıcılı müəyyən edin. Hindistanda kasta quruluşu eradan əvvəl 12-11, Yunanistanın Aten Özbəkistan hakimiyyətinə çevrilməsi eradan əvvəl 5-ci əsr, bu İran-Əhəməni müharibələrinin bitməsi ilə. Akkad imperiyasının süqutu da eradan əvvəl 22-ci əsr Kutilərin hücumu ilə. Xarici ardıcılıq dediyi üçün eradan əvvəl olduğu üçün hadisələr böyükdən kiçiyə doğru azalan istiqamətdə. Yəni 3, 1 və 2. Mehranların hakimiyyətdə olduğu dövrə aid uyğun döyüşlər. Mehranlar hakimiyyətdə olub 630-dan 705-ə qədər. Kadisiya olub 636-cı ildə, bu həmin dövrə aid döyüşdür. İkinci Əşrəfsər döyüşü olub 836. Bu dövrdə Mehranlar yox idi. Cərmədan 643-cü ildə baş verib. Bu dövrdə də Mehranlar var idi. Bələncər 643 Cərmədan eyni ildədir. Bu dövrdə də təbii ki var idi. Didqor döyüşü 1121. Bu dövrdə Mehranlar sahəsi yox idi. 1, 3, 4. 7-ci əsr ərəb, 11-ci əsr böyük Səlcuq dövlətinə aid xüsusiyyətləri müəyyən edir, oxşar xüsusiyyətləri müəyyən edir. Bizansla mübarizənin aparılması, bəli, 7-ci əsrdə ərəblər Misir, Fələstin, Suriyanı Bizansdan alıblar, müharibə ediblər onunla. Səlcuqlar da 1071-də Malazgirdi nümunə götürə bilərik. Hər ikisinə aid xüsusiyyətdir. Hindistanın şimal-qərbində ərazilər Səlcuqlar Hindistana hücum etməyib, demək. Paytaxt şəhərinin dəyişdirilməsi. 7-ci əsrdə ərəblər Əməvilər dövründə paytaxtı Dəməşq Şam şəhərinə köçürüb, Səlcuqlar da 1043-də Nişapurdan Reyə, 1073-də İsfahana. Bu da xüsusiyyət, ortaq xüsusiyyətdir. Azərbaycana hücum etmələri bəli hər ikisinə aiddir. Ərəblər demək elə Cərmədan döyüşünə Azərbaycan ərazilərinə daxil oldular 643-də. Səlcuqlar da 1054. Elə bu da 11-ci əsrdir. 1-3-4-də doğru cavabımız. İslam dininin qəbul edilməsi ərəblərə aid xüsusiyyət ola bilər. Amma Səlcuqlar hələ 10-cu əsrin sonlarında, demək, 10-cu əsrdə Səlcuq bəyin Cənd bölgəsinə gəlişindən sonra bu bölgədə İslamı qəbul etmişdilər. Qərbi Roma İmperiyasının tarixi ilə bağlı onları seçin. Qərbi Roma bildiyimiz kimi 395-ci ildən 476-cı ilə qədər mövcud olub. 4-cü əsr 30-cu ildə paytaxt dəyişilməsi, 330-cu ildə paytaxt Konstantinopol köçürüb, amma onda Qərbi Roma yox idi. Sadəcə Qədim Roma idi. 5-ci əsrin 50-ci illəri Avropa Hunla toqquşma, bəli, 451 Katalon döyüşünə söhbət gedir. Demək, bu doğru cavabdır. 4-cü əsr 2-ci 10 illiyində xristianlığı qəbul edilməsi 313 Milan ediktindən Konstantinin fərmanına söhbət gedir. Bu da Qərbi Romaya yox, Vahid Romaya aiddir, Qədim Romaya aiddir. 5-ci əsrin 50-ci illərində Vandalların hücumu, bu da 455. Vandalizmin törədilməsi, doğru cavabımız 1-4. Uyğun olmayan Şimali Azərbaycanda 19-cu əsrin son rübü və ilk rübü. 19-cu əsrin son rübü deyəndə bildiyimiz kimi 1876, 1900 bu illər aralığı başa düşülür. İlk rübü, 20-ci əsrin ilk rübü isə 1901, 1925-ci illər nəzərdə tutulur. İndi bu dövrə aid xüsusiyyətlərə gəlin baxaq, seçək. Yararsız olan torpaqların kəndlərin mülkiyyətə pulsuz keçməsi. Bu, demək, bu sahibkar kəndlərinə bağlı fərmandır 1912-ci ildə. Demək, bu da, demək, 20-ci əsrin ilk rübünə aiddir. Dünyada ilk dəfə tanker tipli gəmilər istifadə olunub, biraz əvvəl dedik 1878-ci il. Bu 19-cu əsrin son rübüdür, 4-cü rübüdür. Neftin çıxarılması və emal edilməsində yeniliklərin tətbiqə başlanıb. Bu 1848-də bir, demək, Balğanda neftin buruq üsulla çıxarılması. Bu ümumiyyətlə heç birinə aid deyil. Şamaxı və Dərbənd quberniyalarının mövcud olması. Bildiyimiz kimi Şamaxı 1846-dan 59-a qədər mövcud olub. Dərbənd də 1846-da yaranan quberniyalardan biridir, 60-da ləğv olunub. Bu da heç birinə aid deyil. İlk dəfə Azərbaycan müxtarif edilməsi tələbi 1905-ci ildə Qeyrət Partiyası irəli sürmüşdü. O da elə əsrin 1-ci, 20-ci əsrin ilk rübünə düşür. Belə. 1B, 2A, Y. Situasiya oxusaz, burada demək, Teymuri Şahruxun Qaraqoyunlar üzərində yürüşündən danışılır. Mətndə danışılan döyüşün ilini qeyd edin. Elə burada döyüşün adı, baş verdiyi yerin adı göstərilib. Alaşkert vadisində ilini soruşur. Bu da 1400 bildiyimiz kimi 21-ci ildə olub. Tarixi biliklərinizə əsasən mətndə bəhs olunan hadisələr zamanı Qaraqoyun dövlətinə qarşı Teymurlara kömək göstərən qüvvələr. Birinci növbədə Teymurlara kömək edirdi kim? Ağqoyunlu
feodal hakimliyi, İkinci olaraq da qeyd edək Şirvanşahlar dövlətini. Həmin vaxtda Şirvanşahlar da demək, birinci Xəllulah hakimiyyətdə idi. Və Azərbaycan hücumunda Şahrux yürüşünün ən azı 2 nəsil yazın. Yaza bilərik ki, demək, Şahrux xərac alaraq buranı tərk etdi. Çünki o atasına fərqli olaraq tutduğu ərazilərdə qoşun saxlamırdı. Hakimiyyətini belə yazaq. İkinci olaraq da yaza bilərik ki, hakimiyyətini müvəqqəti olaraq bu bölgələrə yaymış oldu. Videonu bəyənməyi, kanala abunə olmağı, paylaşmağı unutmayın. Sağ olun.